Heç nəyin bərəkəti qalmayıb. Qazanc var, amma bərəkət yox. Ömür var, rahatçılıq yox. Səhər olur, axşam necə oldu bilmirsən. Ona görə heç nəyin bərəkəti qalmayıb. Allah Qur'an-ı Kərimdə buyurur: "Və in təşkuru yardahu lakum." Əgər şükr etsəniz, Allah sizdən razı olar. Deməli, bərəkətin açarı şükr eləməkdir. Şükür olunmayan yerdə, ruzidə, ömürdə bərəkət olmaz. İkincisi budur ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur: harama bulaşmış qazancda bərəkət olmaz. Halal olmayan ruzi insanın malını, canını, ailəsini bərəkətsiz eləyər. Haram mal, haram qazanc mədəni doldursa da həmişə qəlbi aç saxlayır. Əgər istəyirsən, ruzin artsın, bərəkətin çoxalsın. Peyğəmbərin hədisinə əsasən buyurur ki, sədaqə verməklə mal azalmaz, əksinə bərəkət tapar. Bərəkət çoxluqda deyil, az bir şeyin içində xeyirdədir bərəkət. Əgər istəyirsənsə bərəkətin olsun, birinci Allaha şükr elə, ikincisi malıva haram qatma, üçüncüsü isə sədaqə verməklə malıvı bərəkətli eləyə bilərsən.